Uşaqlar, bugün sizlerle birlikte Mortis'i dediğim ki o birisi bölümde Mortis'i pusa kimi kupa eləmişəm. Demək ki, indi bugün də pusacaq, amma əminəm ki, tez edəcək. Süper golumuz bu. Bugün də pusa eləmə biraz etmemize 5 kupa kasmağa çalışacağız. Bunu hələ belə udursam da, uduzmasam da, udursam kupa çıxmır. Qazansam da ki, kupa gəlir. Olsun, yenə də girirəm, çıxır kupa. O çalıda adam var. Mən də çalıya gələm. Avantajım yoxdur. Orada adamı çıxarsın. Ayda. Biraz yaxında olsaydı sözcü de öldürüp ve olmasa 2-3 kupam olardı cibimdə. Bakın gördüğünüz kimi de oyun başlayan kimi ölürlər. Bir tane de adam ölsün. Həmişə bunu deyirəm. Bir tane de adam ölsün ama o mən ölməyib. So. Ve gördüğünüz kimi kupamız gəlir. Çaldan adam çıkar. Görün çaldan adam. Yok, gördüğünüz kimi. Gel. Biraz onu kışkırdı. Ay dibim. Ay. Ama gördüğünüz kimi burada pusmaqla bakın görürsünüz 8 kupa gəlir amma bilməm 2 kupa çıxır. O 2 kupa da çıxır çünki gördüğünüz kimi orada 1 saniyeliğine mesela dayandı. O karakter oyunda yoktu. Ama o gəlir. O neçənci dəfədir ki o gəlir. İndi ekranda bir yerlerde de gösterərəm sizə. Bakın gördüğünüz kimi indi ekranda çıxıb o karakter. Mesela indi burada eləsəz o yenici kupası çıxmır. Ama orada oynasaq çıxır. Gördüğünüz kimi indi buradaki görevi de eləməliyim 3000. Hətta bir dənə en çok kupa. Enderlik. En çok kupa. Mortis. Bunu alalım. Biraz El Primo ile oynayaq. Hem de video biraz uzun alınsın. Yoksa o birisi video 1 dəqiqəlik zat belə. Baxaq görək neçə dənə kilimiz olacaq. Birdən sarıyıq. Çünki Mortis'in bir qohumuz belə demək olar. Sonra bir onun kalısı olur. Belə deyək. Keşke PUBG'de olan kimi Brawl da özel anılarımız olsaydı. Yani ki mesela maçta 2 nəfəri birdən öldürdü. Gördüğünüz kimi Mortis yani El Primo'nun bir tane yaxşı özelliği var ki ona hasar verəndə El Primo'nun ultisi qalsın. Sen de gel. Öylece yerde özü için. Gelmelisin onsuz da bırak. Ve gördüğünüz gibi hem ise bir pesili oyunda da Mortis'te dislike atırdım. Oyda bakın ben bu tek hesablaşmada gelirdim. Mesela birinci olurdum. 13 kupa 1, 8 kupa da 1 verirdi. Çıldırırdım
Keşke Brawl Stars'a təzə bir özəllik gəlsəydi, deyim də nə özəlliyi. Məsələn, indi El Primo'muz 1 prestijdir. Mortis'i biz 2 prestijdir. Həmin o El Primo'nun kupasını götürüb Mortis'e ötürə bilsəydiniz. Məsələn, elə bir özəllik gəlsəydi, yaxşı olardı. Onsuz da siz gördünüz, mən bir də, baxın, bax bu. Gördüyünüz bu karakterdən danışırdım. Bir də qoymayayım ekrana, göstərdim sizə. Bu videoluqda bu qədər. Bayıyoruz, belə bax olur. Bir daha görüşmək ümidi ilə. Hələlik. Kanalımıza like atıp abone olmayı unutmayın.